Yaşlı adam hər gün Quran oxuyur, ancaq əzbərləyə bilmirdi. Bir gün kiçik oğlu dayana bilmir və atasından əzbərləyə bilmədiyin halda niyə hər gün özünə əziyyət verib bu qədər oxuyursan deyə soruşur. Atası isə oğluna hər zaman kömür daşıdıqları səbəti göstərərək bu səbətlə mənə dənizdən su gətirdikdən sonra bunun hikmətini açıqlayacağam deyir. Oğlu isə səbəti götürüb dənizdən nə qədər su gətirməyə çalışsa da bacarmır ki, bacarmır. Axırda atasının yanına gəlir və mən bunu bacara bilmədim. Onsuz da bununla su daşımaq da mümkün deyil deyir. Atası isə səbəti göstərərək, yaxşı, bəs sən bu səbətdə nəysə bir yeniliyin baş verdiyini gördünmü? Deyə soruşur. Hər zaman kömür daşıdıqları səbət artıq tərtəmiz olmuşdu. Oğlu cavab verir. Bəli atacan, səbət tərtəmiz olub. Atası isə davam edir. Əziz oğlum, Quran dəniz suyu kimidir. Ağlımda tuta bilməsəm də dünyanın pislikləri ilə kirlənən qəlbimi təmizləyir deyir.